Hər vaxtınız xeyir. Ədliyyə TV YouTube kanalımızda bugündən etibarən Barış Körpüsü rubrikası fəaliyyətə başlayır. Bugün biz məhkəməyə getmədən məsələlərin həlli yollarından danışırıq. Aparıcınız mən Jalə Asman, həm söhbətim isə mediator Nərgiz xanım Əliyevadır. Xoş gördük Nərgiz xanım. Salam Jalə xanım. Nərgiz xanım, ilk olaraq biz və tamaşaçılarımız istəyərdim ki, sizi daha yaxından tanısın. Yəni özünüz və fəaliyyətiniz barəsində məlumat verin, keçək suallarımıza. Mən Nərgiz Əliyeva artıq 2 ilə yaxındır ki, mediator vəzifəsində çalışıram. Bakı şəhəri 11 saylı və 24 saylı mediasiya təşkilatlarında fəaliyyət göstərir. Ümumiyyətlə, mediasiya nədir Nərgiz xanım? Mediatora biz niyə müraciət etməliyik? Mediasiya mübahisələrin alternativ həll yoludur. İlk növbədə bunu qanunvericiliyimiz tələb edir. Bir çox ümumiyyətlə ailə və əmək mübahisələrində vətəndaşlar mütləq surətdə məhkəməyə getmədən öncə mediasiyaya müraciət etməlidirlər. Amma bundan əlavə mülk, kommersiya və sair kimi xüsusi bir məsələlər var ki, onlarda da əgər vətəndaşlar mübahisəni sülh yolu ilə həll etmək istəyirlərsə, yenə də mediasiyaya müraciət edə bilərlər. Nərgiz xanım, mən sizin bir müsahibənizi oxumuşdum ki, orada başınıza gələn maraqlı, daha doğrusu rastlaşdığınız maraqlı hekayəni danışmışdınız. İstəyərdim ki, onlardan bir maraqlı bir epizod olaraq tamaşaçılarımıza da birini çatdırasınız ki, tamaşaçılarımız da daha onda hekayə olaraq daha tez qavraya bilirlər ki, yəni söhbət nədən gedir, mediasiya bizə niyə lazımdır? Qısa hekayəniz anlatardınız hansısa bir, xatirinizə hansı gəlir hal-hazırda? Ağlınıza gələn varmı? Əsas boşanma ilə bağlı. Bəli, bizə əsas ailə məsələləri ilə bağlı müraciət olunur. Bir şey, məsələn, indi hal-hazırda bugün elə bir keysim olub və baxdığım bir icraatımda olan bir iş olub ki, oradan çıxıb bura gəlmişəm. Yəni, məni qapıda qarşılayan iki həyat yoldaşı qadın və kişi qarşıladı və ikisi də boşanmaq üçün müraciət ediblər. Əslində, qadın müraciət edib, biz qarşı tərəfə zəng edib çağırmışıq, bildiriş göndərmişik və mən onları elə qapıda görərkən baxdım ki, çox mehriban danışırlar. Yəni, gözəl münasibətləri var, amma niyə buradadılar, ona təbii ki, iclasa girəndə bildik. Yəni, qadın artıq bir neçə ayda anasının evində yaşayır və qarşı tərəfdən ayrı evdə yaşamağa, qaynata-qaynanalı deyil, ayrı evdə yaşamağa tələb edir. Bunu istəyir. Və bu şərtlər altında barışacağını bildirir. Amma yəni, yoldaşı buna əməl etməsə, boşanacağını bildirir. Yəni, yoldaşı əslində oturduq, belə çox söhbət elədik. Baxdım ki, çox belə, necə deyim, tərbiyəli, ağıllı, dünya görüşlü, savadlı bir insandır. Çox belə başa düşür, yoldaşını da qəbullənir ki, həm öz anası, atası tərəfdə qalıb, həm yoldaşını, və yoldaşını qınamır ki, sən niyə bunu istəyirsən, yəni mən burada yaşayıram, məcbur da eləmir. Sadəcə belə deyək, çıxılmaz vəziyyətdə qalıb və onun hal-hazırda maddi durumu o deyil ki, təzə bir ev alsın və yaxud da kirayəyə köçsün, yoldaşını aparsın. Belə deyək ki, qadını da qadın tərəfdən anlamaq olur təbii ki. Sadəcə o kişinin o halda ki, belə bir düzgün insanın çıxılmaz halda qalması biraz təsirləndirdi. Mən mediator olaraq buna necə köməklik göstərdiniz? Sadəcə mən onlara zaman verdim. Dedim ki, gəlin bir həftə, çünki siz boşanmağa hazır deyilsiniz. Yəni o heç gərək də deyil. Və mən özlərinə də bildirdim ki, siz pilləkəni qalxanda siz ikiniz orada durub söhbət edirdiniz. Yəni mən ondan başa düşdüm ki, siz boşanacaq tiplər deyilsiniz. Ailəni qorumaq üçün 2 həftə sonraya keçirdik iclası. Ümid edirəm ki, ona kimi hər hansı bir qərar vermiş olarlar. Kompromisə gəlirlər ən azından. Bəli. Təşəkkür edirəm Nərgiz xanım, həm maraqlı hekayə üçün. Təbii ki, bu sizin təcrübənizdən qaynaqlanan hekayə idi. Mən istədim ki, bunu tamaşaçılarımıza da danışasınız. Gördüyünüz kimi, dəyərli izləyicilər, heç də xanımın da bildirdiyi kimi, çox kiçik səbəblərdən belə boşanma halları, ailələrin dağılması halları baş verir ki, burada da əsasən düz hər iki tərəf əziyyət çəkir, amma əsas əziyyət çəkən tərəf evin övladları olur, körpələr olur. Ona görə də yəni bütün problemləri məhkəməyə daşımaq lazım deyil. Elə mediasiyada, məhkəməyə getmədən mediasiyada da problemlərin həlli mümkündür. Bunun üçünsə elə bizə müraciət edə bilərsiniz. Biz sizi Nərgiz xanım Əliyeva ilə əlaqələndirə bilərik. Nərgiz xanım sizə köməklik göstərə bilər. Bugündən etibarən Barış Körpüsü Ədliyyə TV-nin efirində hər gün yayımlanacaq.
odur ki, bizi izləməyi unutmayın. Nərgiz xanım, təşəkkür edirəm dəvətimizi qəbul etdiyinizə görə. Çox sağ olun. Ümid edirəm ki, bugündən sonra daimi olaraq tamaşaçılarımızla görüşəcəyik mütəmadi olaraq. Bəli, bəli. Bizim üçün də xoş olar, güman edirəm ki, tamaşaçılarımız üçün də. Salamat qalın əzizlərim, görüşmək ümidi ilə.